Dünya Hökumətlər Sammiti Dubayda davam edir. İraq Liqobaxidcə keçirilən görüşləri və müzakirə olunan məsələləri yekunlaşdırıb. Az əvvəl bu dəfə Serbiyalı həmkarı ilə daha bir müzakirə baş tutub. Dubayda keçirilən görüşlər və əsas vurğular barədə ətraflı məlumatı az sonra canlı efirdə Anna Broladze təqdim edəcək. ABŞ-la münasibətlərin yenidən qurulmasına hazır olmaq və strateji tərəfdaşlığın bərpasının əhəmiyyəti. Bu məsələlər Gürcüstan nümayəndə heyəti tərəfindən Vaşinqtonda müzakirə olunub. Laşa Darsali ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb. Gürcüstanın Xarici İşlər Nazirinin müavini ilə yanaşı müzakirələrdə Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Talyaşvili və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kolter də iştirak edib. Nazirliyin yaydığı məlumata görə görüşdə regionda baş verən proseslər və Gürcüstanla əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Amerika tərəfi isə Gürcüstanın suverenliyi və ərazi bütövlüyündə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib. Görüşlə bağlı məlumat ABŞ Dövlət Departamenti tərəfindən də yayılıb. Ümumi və ali təhsil haqqında qanunlara edilən dəyişikliklər Gürcüstan parlamenti tərəfindən ikinci oxunuşda da dəstəklənib. Qanun layihələrinin müzakirəsi sürətləndirilmiş qaydada aparılır və üçüncü oxunuş üzrə müzakirələrin də bugün keçirilməsi planlaşdırılır. Ümumi təhsil haqqında qanunla edilən dəyişikliklərə əsasən 12-ci sinif könüllü olacaq. 11-ci sinif isə milli imtahanlara hazırlığa yönəldiləcək. 1-6-cı siniflərdə məktəb formasının geyinilməsi məcburi olacaq və onun nümunəsi nazirlik tərəfindən təsdiqlənəcək. Dəyişikliklərə görə dərsliklərə qrif verilməsi qaydası ləğv edilir. Tədris prosesində mobil telefonlardan istifadə isə məhdudlaşdırılacaq. Qanun layihəsi ilə akademik heyətin siyahısına aparıcı professor vəzifəsi əlavə olunur. Həmçinin bu vəzifəni tutan şəxslərin akademik şurada üzvlük və dekan seçkilərində iştirak hüquqları tənzimlənir. Eyni zamanda dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinin yenidən təşkil üçün hüquqi çərçivədə dəqiqləşdirilir. Qiymətlərin öyrənilməsi üzrə Parlament Komissiyasının ilk iclası keçirilib. Görüş texniki xarakter daşıyıb. Məlumata görə 14 nəfərdən ibarət komissiya qiymətlərin azaldılması imkanları üzərində işləyəcək. Rusiya Odessaya kütləvi hücum həyata keçirib. 2 nəfər yaralanıb. Hücum nəticəsində yaşayış evləri, məktəb və uşaq bağçasının binası zərər görüb. Zaporojyeyə edilən hücum zamanı isə 2 nəfər həlak olub. 11 nəfər yaralanıb. Onlardan 3-ü az yaşlıdır. 5 çox mərtəbəli yaşayış binasına ziyan dəyib. Rusiya fevralın 3-ünə keçən gecə Ukraynanın enerji sektoruna ilin əvvəlindən bəri ən güclü zərbəni endirib. Gecə ərzində Ukrayna istiqamətində 71 raket və 450 dron buraxılıb. Kiyevin Dartinski və Dneprovski rayonlarında kritik infrastrukturlara qarşı həyata keçirilən geniş miqyaslı hücumdan sonra 1100-dən çox ev istilik təchizatından məhrum qalıb. Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar Abu-Dabidə davam edir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun verdiyi məlumata görə iş konkret sahələrə fokuslanan ayrı-ayrı qruplar çərçivəsində davam etdiriləcək. Bundan sonra mövqelərin birgə şəkildə uzadılması planlaşdırılır. Biz Vladimir Zelenskinin aydın göstərişləri çərçivəsində çalışırıq ki, ləyaqətli və uzunmüddətli sülhə nail olaq. Danışıqların hər mərhələsində əldə olunan irəliləyiş barədə dövlət başçısı məlumatlandırırıq, deyə Umerov yazıb. Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ilk raundu Abu-Dabidə 23-24 yanvar tarixlərində keçirilib. Daha sonra isə 3 tərəfli görüşlərin 4-5 fevral tarixlərində davam etdiriləcəyi açıqlanıb. Şina Karteli Polis Departamentində işgüzar müşavirə keçirilib. Nazir əməkdaşlara yeni direktor Sergi Bizyaşvilini təqdim edib. Sergi Bizyaşvili bu vaxta qədər Tbilisi Polis Departamentinin direktor müavini vəzifəsində tutub. Görüş çərçivəsində regionda cinayətkarlıqla mübarizə və profikaltik polis tədbirləri müzakirə olunub. Azot müəssisəsinin əməkdaşlarının etiraz aksiyası davam edir. Az əvvəl məlum olub ki, problemin həlli və danışıqlar prosesində mediator rolunu Rustavi şəhərinin meri yerinə yetirəcək. Bu qədər Nino Latsabidze ilə keçirilən görüşdən sonra qəbul edilib. İşçilər zavod administrasiyasından əmək haqlarının 300 artırılmasını tələb edirlər. Administrasiya ilə bir neçə görüş keçirilsə də onlar nəticəsiz qalıb. Ölkədə qiymət artımı mövzusunda Lelo partiyasında müzakirələr aparılıb. Partiyanın üzvlərindən biri Nika Çerkezişvilinin sözlərinə görə yanvar ayında gündəlik istehlak məhsullarında qiymətlərin azalması əvəzinə artım qeydə alınıb. Xüsusilə də ərzaq məhsullarında. Onun qeyd etdiyinə görə bu vəziyyət əhali üçün ciddi çətinliklər yaradır.
Dünyada xərçəng günü qeyd olunur. Bu, münasibətlə xəstəliklərə nəzarət mərkəzində tədbir keçirilib. Görüşdə onkoloji xəstələrin müalicəyə çıxış imkanları müzakirə olunub. Xüsusi diqqət skrininq müayinələrinin zəruriliyə və onların əl çatanlığına yönəldilib. Son dövrdə həyata keçirilmiş dəyişikliklərə də toxunulub. Qeyd edilib ki, kimyoterapiya xidmətlərinin həcmi artıb. Klinikalar daha çox maliyyələşdirilir və xəstələr prosedura üçün lazım olan dərmanların həmin klinikadan əldə edirlər. Həmçinin dövlət proqramı çərçivəsində həm Gürcüstanda, həm də xarici aparıcı klinikalarda onkoloji xəstəsi olan uşaqların müalicəsi tam maliyyələşdirilir.